Tarixin bəzi məqamlarında hakimiyyətin sahibi ilə gücün sahibi eyni olmur. 18-ci əsrin sonlarına doğru Əfqanistanda da belə idi. Taxtda Pərstin şahları otururdu. Amma dövlət aparatını, ordunu və bəzən şahların özlərini qoruyan, yönləndirən, hətta yaşadan bir güc vardı. O da qızılbaşlar idi. Əhməd Şah Durrani müasir Əfqanistanın banisi öz dövləti üçün dayaqlar axtararkən gözünü uzaqlara yox, Nadir Şahın mirasına və qızılbaş ailələrinə çevirmişdi. O sadəcə bir dövlət qurmadı. Eyni zamanda siyasi evliliklərlə, vəzifə təyinatları ilə və digər siyasət və qızılbaşları bu dövlətin onurğa sütununa çevirmişdi. Bugün biz o maraqlı tarixi dönəmə Əfqanistanın qurulduğu dövrdə qızılbaşların oynadığı rola nəzər salırıq. Bu mövzu ilə bağlı olaraq biz Qızılbaş Qlobal İrsi Təşkilatının SMM-i Vahid İbayevlə danışacağıq. Eyni zamanda biz bu şəraiti bizə yaratdığına görə Zoom qaleriyaya öz təşəkkürümüzü bildiririk. Vahid, deyirəm bir dəfəliklə suala başlayaq. Buyurun. Müasir Əfqanistanın banisi Əhməd Şah Durrani kim idi və onun Nadir Şahla bağlılığı nə idi? Gözəl bir sualdan başlanğıc etdik. Əhməd Şah Durrani əslən Pəştunların Abdali tayfasından idi. Şah olmamışdan öncə Əhməd xan Abdali olaraq tanınırdı. Xüsusilə də həyatının mühüm bir hissəsini Nadir Şahın xidmətində keçirib. Hətta o Nadir Şah onu istedadlı bir səfir kimi xüsusi qiymətləndirirdi. Hətta Nadirin onun haqqında belə bir fikir bildirdiyi qeyd olunur ki, nə İranda, nə Turanda, nə də Hindistanda Əhməd Abdali qədər tərifə layiq, istedada sahib bir insanla qarşılaşmamışam. Yəni bu ifadə belə, yəni Nadir Şahın bu ifadəsi belə kifayət edir ki, Əhməd Şah qızılbaşlar arasında kifayət qədər nüfuza sahib olsun. Bəs Nadir Şahın ölümündən sonra Əhməd xanın siyasi karyerası necə dəyişdi? Bu da eynilə gözəl bir sualdır. Nadir Şahın qəfil, yəni öldürülməsindən sonra, yəni 1747-ci ildə sui-qəsdə uğramasından sonra Əhməd xan Abdali artıq öz dövlətini qurdu və öz tayfasının adını dəyişərək Duranilər. Yəni farsçada bu Dürrü Durani, yəni incinin incisi mənasını verir və bu zaman artıq bu tarixə müasir Əfqanistanın atası olaraq daxil olur. Və hətta bu gün də günümüz Əfqanistanda xüsusilə Əhməd Şah baba olaraq xatırlanır. Və qızılbaşlara və Nadirin qarşı çox böyük rəğbəti var idi. Çünki o özünü taxta keçdikdən sonra Nadir Şahın varisi elan etdi. Və bununla qalmayıb, o həmçinin Nadirin ailəsi ilə də qohumluq əlaqələri quraraq həm öz gücünü möhkəmləndirdi, həm də öz siyasi rəqiblərini, yəni Pəştun, yəni rəqiblərini artıq tarix səhnəsindən çıxartdı. Ya, maraqlıdır. Bəs Əhməd Şahın qızılbaşlarla yaxınlığı nə dərəcədə idi? Məsələn, nə dərəcədə yaxın idilər? Yəni bildiyimizdən də çox yaxın idi. Yəni qeyd etdiyimiz kimi o həm Nadirin ailəsi ilə, həm də qızılbaşlarla qohumluq əlaqəsi qurmağı artıq bunu göstərirdi ki, o qızılbaşlar onun həm ordusunda, həm də diplomatiyasında mühüm yer tutuldu. Çünki mənbələr göstərir ki, dövlətin idarə edilməsində ancaq qızılbaşlar idi. Çünki Pəştun liderləri oxuma yazma bilmirdilər. Farsça bu gün günümüz Əfqanistanın rəsmi dilinin farsça olması, yəni dari olması yenə məhz qızılbaşlarla bağlıdır. Onun üçün Əhməd Şah Durrani qızılbaşlara daha çox arxalanırdı və hətta öz qızını Nadir Şahın övladlarından olan Abbas Qulunun oğluna ərə verdi və özü də həmçinin Abbas Qulunun bacısı ilə evləndi. Bu əlaqə təbii ki, qızılbaşlar arasında nüfuzunu artdırdı. Yəni belə deyək də, qızılbaşlar Əfqanistanda sivilizasiya yaradacaq bir gücə malik idilər. Bəli, tamamilə yəni. Onlar olmasaydı Əfqanistan dövlətinin sarayını qurmaq və yaxud da dövlətçiliyini qurmaq mümkün olmazdı. Bəli, tamamilə doğrudur. Hətta İngilis mənbələri qeyd edir ki, biz qızılbaşların gücünə tamamilə heyran qalırdıq. Baxmayaraq ki, kiçik bir ərazidə yaşayırdılar. Həm də azlıq idilər. Bəli, azlıq idilər, amma böyük bir muxtariyyətə, müstəqilliyə sahib idilər. Maraqlıdır. Bəs qızılbaşların ümumiyyətlə Əfqanistanda məskunlaşması necə baş verdi? Hansı dövrdən başladı o? Bəli, bunun başlanğıcı artıq Şah İsmayılın Xorasanı fəth etməsindən sonra başlayır. Xüsusilə də Heratın, Fərahın və Bamiyan, yəni günümüz Əfqanistan ərazilərini əhatə edən şəhərləri, xüsusilə də Bəlx, yəni indiki Məzar-ı Şərif ərazisinə qədər ərazilərin fəth edilməsindən sonra artıq bura qızılbaş hakimləri təyin olunur. Xüsusilə də Şamlı tayfası, Susazlı tayfasının hakimləri bura lider, rəhbər olaraq təyin olunur və onlarla yanaşı artıq biz qızılbaşların burada məskunlaşmasını görürük. Və təbii ki, Şah İsmayıllə kifayətlənmir, eynilə Şah Həsibin dönəmində də və Şah Abbasın dönəmində də biz qızılbaş ailələrin, xüsusilə Gəndahara da məskunlaşmasını görə bilərik və daha geniş areala, yəni yayılmasının birbaşa adı Nadir Şahdan bağlıdır. Bildiyimiz kimi 1738-39-cu illərdə Nadirin Hindistan səfəri baş verir və bu səfər çərçivəsində o artıq bütün
Əfqanıstan hakimi idi və bütün Əfqanistanın demək olar ki, bölgələrini qızılbaşlar idarə edirdi. Bu da təbii ki, qızılbaşların məskunlaşmasına gətirib çıxartmış və Kabil və Qəndaharda artıq qızılbaş qarnizonu yerləşirdi və 12.000 ailədən ibarət olduğu, yəni bu kifayət qədər böyük bir Qızılbaş ailələri ilə hazır ordu demək. Bəli, hazır ordu demək. Hətta qeyd olunur ki, mənbələr qeyd edir ki, 20.000 ailədən ibarət idilər. Onun 10.000-i artıq silaha ani şəkildə tutula bilirdilər və döyüşə qatıla bilirdilər. Özü də ki, xatırlatmaq lazımdır ki, Əfqanistanda hal-hazırda da 3 şəhər, 3 vilayətdəki var, adı Qarabağdır. Və deyilənə görə əksəriyyəti, ora köçürənlər çoxsu Qarabağdan Gəncəbasar, yəni Gəncəbasar Qarabağdan köçürənlər idi. Bəli, biz bununla harada rast gəlirik? Rəsmi olaraq hal-hazırda bir Qarabağ adının olduğunu görürük. O da Qəzni vilayətində olduğunu görə bilərik. Amma tarixən baxdıqda biz Heratda da, yəni bu adı yəni görürük, eynilə Kabildə də və onunla yanaşı Fərah bölgəsində Qarabağ adlarını rast gələ bilir. Amma zaman keçdikcə Əfqanistanda dəyişən hakimiyyət şeyləri bir sıra etnik adların da silinməsinə gətirib çıxartdı. Onun üçün bir sıra Qarabağ adları tarix səhnəsindən çıxdı və təkcə Qəzni vilayətində olan ad qaldı. Bəs Əhməd Şahın oğlu Teymur Şahın dövründə qızılbaşlarla münasibət əvvəl kimi qaldımı, yoxsa bəzi transformasiyalar uğradı? Bəli, qaldı. Hətta daha yaxın qaldı. Yəni ki, Əhməd Şahın oğlu hətta atasından daha çox arxalanırdı qızılbaşlara. Yəni qeyd edir ki, o Nadirin nəvəsi Mirzə Şahruğun qızı ilə evlənir. Bəli, bu əlaqələr təbii ki, qohumluq əlaqələri onların münasibətlərini bərkidir. Artıq biz ikinci Əfqan hökmdarının, yəni Pəştun hökmdarının qızılbaşlarla qohum olduğunu görürük. Və bununla yanaşı bu qızılbaş əmirlərinin yüksəlməsinə gətirib çıxartır. Hətta qeyd olunur ki, Teymur qızılbaş əmirlərini yüksək vəzifələrə təyin edir və onlara torpaq verir. Və hətta qeyd olunur ki, Pəştunlardan daha çox şəhərli taciklərə və qızılbaşlara güvənirdi. Yəni öz millətinə daha çox güvənmirdi. Yəni özü də güvəni yox idi və hətta qeyd olunur ki, paytaxt bildiyimiz kimi Əfqanistan paytaxtı o dövrdə Qəndahar şəhəri idi. Və qızılbaşların dəstəyini alaraq paytaxtı Qəndahardan Pişəvərə köçürür. Bu da təbii ki, Pəştunların narazılığına səbəb olur. Yəni belə deyək, Əfqanistanda əgər hansısa bir şah ümumiyyətlə hakimiyyətdə qalmaq istəyirsə, mütləq qızılbaşların arxalanmalıdır oranın gücünə. Əfqan taxtına iddialı olan hər bir hökmdar mütləq ki, qızılbaşların belə deyək, rəğbətini qazanmalıdır. Çünki biz harda görürük? Əhməd Şah Duranidə, Teymur Şahda və Dost Məhəmməd Xanda indi gələcək mövzularımızdan biri olacaq. Eynilə burada yəni görürük ki, artıq qızılbaşlar tarixçilər daha çox hökmdar yaradanlar kimi təqdim edirlər. Onlar hökmdarı təyin edirlər. Kim istəyirlərsə onu təyin edirlər. Ona görə onlarla yaxşı münasibətdə olmalıdır. Bəli, yəni. Bəs Teymur Şahın dövründə qızılbaşlar hər hansısa bir təhlükələrlə üzləşmişdilərmi? Bəli, qeyd etdiyimiz kimi paytaxtın Qəndahardan Pişəvərə köçürülməsi belə artıq Pəştunların Teymurdan üz çevirməsinə gətirib çıxartmışdı. Bu zaman biz Teymura dəfələrlə sui-qəsd cəhdini görürük. Məsələn, 1791-ci ildə 2 Pəştun tayfası, özü ən böyük Pəştun tayfaları Əfridi və Muhman tayfaları Teymura qarşı sui-qəsd cəhdi göstərirlər. Az qalsın ki, uğurla nəticələnəcəkdir. Təbii ki, qızılbaş mühafizəçiləri bu cəhdi dəf edirlər. Və hətta bununla yanaşı Teymuru yəni ölümdən təbii ki, xilas edirlər. Hətta mən bununla yanaşı bir alimin, Əfqanistan tarixi üzrə mütəxəssis Thomas Barfieldin sözlərini əlavə etmək istəyir. O qeyd edir ki, Əfqanistanın mədəni və siyasi tarix əsərində qızılbaşları belə təsvir edir. Mən qeydlərimi götürdüm. Qızılbaşlar 18-ci əsrdə Əfqan dövlətinin qurulmasında və sonrakı müdafiəsində mühüm rol oynamış Şiə Türk hərbi birləşmələri idi. Bununla yanaşı qızılbaşlar tayfa üsyanlarına qarşı, yəni Pəştun üsyanlarına qarşı Əfqan dövlətini qurmuş, 19-cu əsrdə isə idarəçilikdə və hökmdarların taxta çıxmasına təsirli olmuşdular. Gör bu azlıq toplum bacarığına bax. Bəli. Orada götürüb böyük bir topluma qarşı da dirəniş gətirir. Bəli, yəni. Ümumiyyətlə demək istəyirəm ki, biz izləyənlərdə, yəni biz qızılbaş tarixini, ümumiyyətlə Azərbaycanın bu şanlı tarixini belə dırnaqarası baxmamalıyıq. Çünki hər bir millət fəxr edə bilməz və yaxud da deyə bilməz ki, bizim millətimiz hansısa bir dövlətdə digər dövlətin quruluşunda, onun ayağa qalxmasında, şahların taxta çıxmasında, onların hətta qorunmasında yəni rol oynayıblar. Amma biz bununla yəni fəxr edib və biz bununla tarixdə şahid oluruq. Yəni buna görə biz gərək tariximizi daha yaxşı bilək. Xüsusən Əfqanistan qızılbaşları haqqında daha çox məlumatlanaq. Bəli, tamamilə doğru fikir bildiniz Rizvan bəy. Hətta mən sözü qüvvətləndirmək istəyirəm ki, bu gün
biz həm Əfqan dövlətində, həm Pakistan dövləti, həm Hindistan dövləti nüfuzlu qızılbaş ailələrinin olduğunu görə bilərik. Və onların hətta bir sıra şəxsləri 2023-cü ildə Dünya Qızılbaşlarının 1-ci beynəlxalq konfransında iştirak etdilər. Eynilə sizinlə birlikdə o konfransda iştirak etdik və həmin o dəyərli insanlarla görüşdük. Və onların ən çox sevdiyim xüsusiyyəti günümüzə qədər həm qızılbaş adının qorunması, həm də Azərbaycan milli kimliyinə sahib olmaları idi. Bəli, həqiqətən. Bəs Dürrəni qızılbaş münasibətləri sonrakı dövrlərdə necə inkişaf elədi? Sonrakı dövrlərdə də eynilə müddətdə, yəni ki, normal şəkildə davam etdi. Hətta Teymurun 1793-cü ildə vəfatından sonra Zaman xanın, yəni gələcəkdə Zaman şah olacaq, onun taxta çıxarılmasında qızılbaş rəhbərləri rol oynayır. Biz burada kimi görürük? Əmiraslan xan Cavanşir. Bu şəxs Kəşmir qubernatoru olub. Kəşmir qubernatoru. Kəşmir qubernatoru. İndi hal-hazırda orada toqquşmalar gedir. Bəli, hal-hazırda toqquşma gedir. Və hətta onu Kəşmir qubernatorundan daha çox Kəşmir hökmdarı olaraq xatırlayırlar. Çünki o Kəşmirdə böyük bir tikililər, böyük bir müasir tikililər yerinə yetirmişdi. Bununla yanaşı biz Cəfər xan Cavanşiri də görürük. O da Kəşmirdə. Və o artıq Kabildəki kral mühafizəçilərinin, yəni hökmdar mühafizəçilərin idi. Ali baş komandanı idi. Və bu şəxslər artıq Zaman şahı taxta keçirirlər. Bəs Zaman şahın dövrünü necə xatırlamaq olar? Bildiyimiz kimi Zaman şah yenə qızılbaşların sayəsində taxta keçir, yüksəlir, amma biz onun dövrünü zalım və qəddar hökmdar kimi görürük. Yəni ki, dövrün mənbələri qeyd edir ki, onun zalım olması və xüsusilə xeyirxah insanlara qarşı zalım olması artıq qızılbaşların əlaqələrinin pozulmasına çıxartmışdı. Baxmayaraq ki, qızılbaşların sayəsində taxta çıxmışdı. Bu həqiqi püştunların siyasət nəticəsində oldu. Bəli. Bax, bir yandan da onu taxta keçirən iki şəxsi öldürdürdü. Əmiraslan xan Cavanşiri və Cəfər xanı Cavanşiri. Və bu nəyə gətirib çıxartdı? Artıq onun 9 il hakimiyyətdə çirkin əməllərlə qalmasına və bununla yanaşı yekunda artıq qızılbaşların dəstəyini alan qardaşının dəstəyi ilə artıq onun gözü kor edildi və taxtdan uzaqlaşdırıldı. Bəs o dövrə müşahidə edən hansısa bir tarixi mənbələr var? Nə yazılar o dövr haqqında? Biz hətta bununla bir Hacı Zeynalabdin Şirvanini göstərə bilərik, diqqət edirə bilərik. Bu əsərində Səyahət Bağları əsərində xüsusilə Əfqanistanda olduğunu qeyd edir və Zaman şahla xüsusilə görüşdüyünü və onun məsləhətlər və nəsihətlər bildirdiyini qeyd edir. Amma bu, yəni ki, nəsihətlərin nafilə olduğunu, boş olduğunu və heç bir cavab almadığını qeyd edir. Bəs növbəti Mahmud şahın dövründə nələr baş verdi? Oradakı dövrdə siyasəti Zaman şahın siyasətinin davamı idimi, yoxsa? Yox, tamamilə fərqli idi. Qeyd etdiyimiz kimi Zaman şahın iki qızılbaş liderini öldürməsi artıq qızılbaşların qəzəbinə səbəb olmuşdu. Biz Mahmud şahı necə xatırlayırıq? Şirvani əsərində qeyd edir ki, Mahmud şah sufi məsləkli və ədalətli bir hökmdar idi. O atasının dövründə Herat hakim olmuş, Herat əmiri olmuşdu və Əfqan tayfalarına, yəni Pəştun tayfaları çox etibar etmirdi. Ona görə bəli, etmirdi və artıq bir ikinci Əfqan hökmdarını görürük ki, Pəştun tayfalarına güvəni yoxdur. Birinci Teymur şah, ikincisi Mahmud şah. Sözünü kəsirəm. Bu Teymurlər dövrünü bəs xatırladır ki, Şah İsmayılın yanına gəlmişdi Babur. Bəli. Gedəndə, oturanda Səmərkənddə yerli cəmaət ona etibar eləmirdi ki, sən qızılbaş papağını taxmısan. Onu bənzərliyi var. Bəli, tamamilə doğrudur. Bəli, qeyd etdiyimiz kimi Şahın, yəni Mahmud şahın Əfqan tayfalarına etibar etməməsi və qızılbaşlarla daha çox əlaqəsini görürük və təbii ki, qızılbaşları himayə etdi, eyni ilə qızılbaşlar da öz növbəsində artıq Mahmud şahın himayəsi altına aldılar. Bəs Mahmud şahı hakimiyyətə gətirməkdə qızılbaşlar hansı rol oynadılar praktiki? Gözəl sualdır. Qeyd etdiyimiz kimi Zaman şahın dövründə öldürülən qızılbaş başçılar, yəni Kəşmir qubernatoru Əmiraslan xan Cavanşir və bununla yanaşı Cəfər xanın öldürülməsi artıq Kabil və Qəndahar qızılbaşlarının, xüsusilə qarnizon, yəni hərbi birləşmələrin qəzəbinə səbəb oldu. Bu zaman qızılbaşlar Mahmud Mirzəyə, gələcəkdə Mahmud şah olacaq şəxsə beyət etdilər və onu taxta keçirdilər. Və bu zaman onu taxta keçirməklə yanaşı qızılbaşlar, xüsusilə də burada Cavanşir qızılbaşları, Şuşa əsilli şəxslərin rol oynadığına görə Cavanşirlər özünü padşah yaradanlar hesab etdilər. Və biz hökmdarı təyin edən şəxslərik. Yəni hər şəxs bizdən asılıdır. Belə bir qeydlərə rast gəldik.
Bəs bu qızılbaşların gücü ancaq hərbi dəstəklə məhdudlaşır, yoxsa onlar ailə bağları filan hansısa bir təsirə məruz? Təbii ki, yəni ailə bağları idi. Yəni biz qeyd etdik birinci Əfqan hökmdarı, ikinci Əfqan hökmdarı artıq qızılbaşları qohumluq əlaqəsi qurur, hətta Nadir Şahın ailəsi ilə əlaqə qurur və bununla yanaşı Əfqanistanın gələcək hökmdarı olacaq. Həmçinin o dövrdə vəzir olmuş Payanda xan Musa xan Cavanşirin qızı ilə evlənir, Zeynəb bəgimlə evlənir və bu nikahdan dünyaya gələn şəxs Dost Məhəmməd xan gələcəkdə Əfqanistan əmirliyinin qurucusu olur və tarixən ilk dəfə biz Əfqanistan adının onun dövrünə rast gəlirik. Çox gözəl. Məsələn düşünürəm Durrani dövrünü biz tam əhatə edə bildik. İnşallah növbəti epizodlarda biz Dost Məhəmməd xan dövrünə də toxunarıq. İnşallah. Qızılbaş gündəliyin növbəti epizodunda görüşənədək hələlik. Sağ olun.